sambodan başlamışam. Bir 7-8 il sambo güləşmişəm. Amma yəni kişilərdə güləşməmişəm. Ancaq gənclər, yeniyetmələr belə güləşmişəm. Belə orta səviyyəli nəticələrlə Bakı çempionu olmuşam, Resko üçüncüsü olmuşam. 2 dəfə Bakı çempionu olmuşam. Belə turnirlər udmuşam. Ondan sonra əsgərlikdə daxili qoşunun xüsusi təyinatlı qüvvələrində olmuşam. Orada bizi daxili qoşunların çempionatı apardı. Əlbəxə döyüşdə zaten. Nəsə özümə maraqlı gəldi orada. O sambo fəndlərinin şotuna çox kickbokserları zad utdum. Nəsə marağım artdı da. Gördüm ki, alınır məndə. Çempion oldun? Hə, çempion oldum. Hə. Gələndən sonra başladım ancaq sırf boksa getməyə, kickboksa getməyə. Çünki güləşim partiyam var idi. Fiziki də həmişə hazırlıqlı olmuşam. Hansı idman döyüş növündə güləş var, hamısına çıxırdım. Universal döyüş, uçu sanda, pankration ki, puxtaləşdirimdə döyüş, həm asılışın inkişaf etmə. Çox böyük lübitiski karyeram var, yəni o respublika səviyyəsində, belə dünya səviyyəsində. Sonra da müəllimlə tanış olduq.